Şoferlər də çox gözəl, səliqəli, təmiz. İndisi də təmiz, çox gözəl. Dayanacaqlar yaxşıdır. Vaxtı-vaxtında gəlirlər. Əvvəl gec gəlirdi, indi vaxtında gəlir. Həm də axşamlar olmurdu qabaqlar. İndi maşallah 11-ə kimi. Tovuz rayonundan gəlmişik. Gəldim, bir gün gördüm. Deyirəm, nə gözəldir. Haraya gedirsən, nömrəsindən minirik, gedir, gəlirik. Daha soruşmaq heç nə lazımdır, elə gözəl, rahat. Hər şey qəşəng, super. Yəni avtobus sistemi çox qəşəng olub. Əvvəllər yəni belə deyildi. Astanovkalarda məsələn gec-gec gəlirdilər. İndi yəni şükür hər şey yaxşıdır. Vaxtı-vaxtında gəlirlər. Avtobusları yəni belə deyim də çox görmək olur. Çox gözəldir, təzə avtobuslar, dövlətimiz sağ olsun ki, doğrudan da bax belə bir gözəl şəhərimizi daha da gözəlləşdirir. Şoferlər də çox gözəl, səliqəli, təmiz, sərnişinlərlə o qədər gözəl rəftar edirlər, sual verəndə cavab verirlər. İndi yaxşıdır, vaxt-vaxtında avtobus gəlir, kartla rahat minirik, düşürük, lap yaxşıdır. Əvvəllər gözləyirik, gec də gəlirdi, tez də gəlirdi, sıxlıq olurdu, amma indi normal vaxtı-vaxtında gəlir, yəni qane eləyir. Kart sistemi normalda bütün kartlardan, bank kartlardan ödənişlər var, yaxşıdır. Dayanacaqlar yaxşıdır, yəni dayanma da çox gözəldir. Əvvəllər belə deyildi, əvvəllər kim istəyirdi, hala olsun saxladırdı, düşürdü, amma indi çox yaxşıdır. İndiki avtobusda çox rahatdır. Mənzil başına tez çatırıq. Qabaqki avtobusda da toz dumanı. İndisi də təmiz, çox gözəl.